İran Küveyt Milli Elektrik Stansiyasına və Milli Texnologiya Mərkəzinə, HİMARS sistemlərini idarə edən birliyə və operator komandasına və qərargaha zərbələr endirib. Dəymiş zərərlə bağlı hər hansı məlumat verilməyib. İranın neft tankeri Amerikanın İslam Respublikasına tətbiq etdiyi dəniz blokadasını yarıb. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə İran gəmisi artıq Oman körfəzinə daxil olub. Biz İran İslam Respublikasına qarşı çox uğurlu hərəkət edirik və yaxşı nəticələrə nail oluruq. Bu sözləri Amerika prezidenti Donald Trump deyib. Onlar nəsə etmək istəyirlər, amma hələ hazır deyillər. Onların niyyətləri pisdir. Biz onların nüvə silahına sahib olmasına icazə verə bilmərik. Trump həmçinin qeyd edib ki, onlar xəstədir. Onlar bir dəstə dəli insanlardır. Onların başında bir problem var. İrana qarşı əvvəllər görülən hər hansı bir zərbədən daha böyük bir zərbə endirməyi düşünürəm. Qərar verməyə çox yaxınam, deyə Trump qeyd edib. İranın Yəhudi dövlətinə hücumu halında İsrail Müdafiə Qüvvələri İrana sarsıdıcı zərbə endirəcək. Bu barədə İsrail Müdafiə Naziri İsrail Katz deyib. Biz istənilən senariyə hazırıq. Əgər İran İsrailə hücum etsə, sarsıdıcı zərbə endirəcəyik. İran İslam İnqilabı Keşikçiləri Korpusu Böyük Britaniyaya sərt mesaj ünvanlayıb. Bu barədə qurum məlumat yayıb. Bəyanatda qeyd olunub ki, İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə edilən istənilən xarici hərbi baza qanuni hədəf hesab olunacaq. Sepah iddia edir ki, Böyük Britaniya Amerikaya hərbi bazalardan istifadə imkanı yaratsa, həmin obyektlər İranın cavab tədbirləri çərçivəsində hədəfə çevrilə bilər. Qurumun açıqlamasında vurğulanıb ki, İran ərazisinə hücum məqsədi ilə istifadə olunan bütün bazalar hansı ölkəyə məxsus olmasından asılı olmayaraq legitim hərbi hədəf kimi qiymətləndiriləcək. İsrail Baş Nazirinin ofisi Amerika və İsrailin İrana qarşı birgə əməliyyatlarının, eləcə də İsrailin İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı fəaliyyətinin yaxın şərqdə sülh imkanlarını genişləndirdiyini bəyan edib. Bu barədə Baş Nazirinin ofisinin yaydığı açıqlamada qeyd olunub. Tehrandakı soyqırımçı rejimə qarşı Amerika və İsrailin birgə hərbi əməliyyatı, eləcə də İsrailin İranın terror oxunu darmadağın etməsi sülh dairəsini genişləndirmək imkanı yaradıb. Açıqlamada Donald Trumpın mövqeyinə də istinad edilərək qeyd olunub ki, Səudiyyə Ərəbistanının Abraham razılaşmalarına qoşulması yaxın şərqdə sülh naminə tarixi addım olacaq. Qüvvə vasitəsilə sülh deyə bəyanatın sonunda qeyd edilib. Çin Xalq Respublikasının sədri Si Jinping sentyabrın 24-də Amerikaya səfər edəcək. Bu barədə Donald Trump bildirib. Prezident Si Jinping sentyabrın 24-də gəlir. Mən Pekində olanda süni intellekt haqqında danışmışdıq və bu barədə yenidən danışacaq. Trump səfər zamanı tərəflər arasında süni intellekt sahəsində əməkdaşlıq və digər iki tərəfli məsələlərin müzakirə olunacağını qeyd edib. Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Brett Cooper, Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqay deyib. Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təqzib etməlidir. O qeyd edib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüquqi yaranır.